İbnül Kavva adlı bir şəxs Əmir-əl-Müminin İmam əleyhissalamdan belə bir sual soruşur. Ya Əmir-əl-Müminin, sənin ayaqlarından, durduğun yerdən Rəbbinin ərşinə qədər olan məsafə nə qədərdir? Yəni, soruşmaq istədiyi sual budur ki, yerdən ərşə qədər olan məsafə nə qədərdir? Əmir-əl-Müminin İmam əleyhissalam onun cavabında buyurur ki, Səkələtkə ümmək yəbnəl Kəvva. Anan sənin yasında ağlasın və yaxud da ki, anan sənin vayıva otursun. Bu ifadə adətən ərəblərdə qarşı tərəfin etdiyi bir hərəkət, qeyri-adi bir hərəkət olduqda və ya verdiyi sual qeyri-adi bir sual olduqda adətən ərəblərdə belə ifadə işlənirmiş ki, anan sənin yasında ağlasın. İmam əleyhissalam da bu cür ifadəni işlədir və buyurur ki, məndən soruşmaq istədiyin sual olduqda soruş mütəallimən, yəni öyrənmək məqsədi ilə. Əgər bir sual soruşursansa, onu öyrənmək məqsədi ilə soruş. Və la təsəl mütəannitən, yəni dolaşıq suallar soruşma. Ki, indiki dövrdə də biz baxdıqda bəzi insanlar elə suallar verir ki, həqiqətində o sualın cavabı onun üçün maraqlı deyil. Sadəcə olaraq dolaşıq suallar verir ki, qarşı tərəfi çaşbaş salsın. Və Əmir-əl-Müminin əleyhissalam da belə şəxslərə buyurur ki, əgər bir sual soruşasınızsa, onu öyrənmək məqsədi ilə soruşun. Dolaşıq suallar verməyin. Sonra buyurur ki, mənim ayağımın altından, yəni durduğum yerdən Rəbbimin ərşinə qədər olan məsafə ən yəqul qailun muxlisən ki, bir şəxs ixlasla belə desin ki, la ilahə illallah. Əmir-əl-Müminin əleyhissalam həqiqətən də kamil bir cavab verir. Əgər bir şəxs ixlasla la ilahə illallah desə, o şəxs artıq Allahın yerdən ərşə qədər olan məsafəni, yəni ərşin həqiqətini dərk etmiş olar. İxlasla deməyin də mənası budur ki, bir insan la ilahə illallah sözünü anlasın. La ilahə illallah kəlməsinə iman gətirsin. La ilahə illallah deyəndə hansı Allah? Yəni, həqiqətən də Peyğəmbərin bizə anlatdığı, Qur'anın bizə göstərdiyi tək olan Allah, həqiqi məbudu anlasın. Allahın qüdrətini dərk eləsin, Allahın xaliqiyyətini dərk eləsin, Allahın vəhdaniyyətini dərk eləsin. La ilahə illallahı ixlasla deməyin həqiqəti budur ki, bir insan həqiqətən də Allahın xaliqiyyətini dərk eləyir, Allahın qüdrətini dərk eləyir, Allahın hakimiyyətini dərk eləyir. Əgər bunları dərk edərək ixlasla la ilahə illallah desə, artıq o ərş məsələsi, yerdən ərşə qədər olan məsafə, ərşin həqiqəti o şəxs üçün aydın olmuş olar.